Baharın elçisidir Bəzəylin əlbəkilər Səmənin nazlı gəlin İncə belində kəmər Baharın elçisidir Bəzəylin əlbəkilər Yurdumuza yaz gəlir Tez barışsın küsənlər Talih sizə yar olsun Sevilənlər, sevənlər Yurdumuza yaz gəlir Tez barışsın küsənlər Talih sizə yar olsun Sevilənlər, sevənlər Şəkər bura patlana Bəzər verir xonçaya Baharın neymətlidir elə obaya Şəkər bura patlana Bəzər verir xonçaya Baharın neymətlidir elə obaya Şəkər bura patlana Bəzər verir xonçaya Baharın neymətlidir elə obaya Şəkər bura patlana Bəzər verir xonçaya Baharın neymətlidir elə obaya Toy bayrama qarışsın Hər həyətdə bir ton qala Ulduzla yarışsın Evlərimiz bəzənsin Toy bayrama qarışsın Hər həyətdə bir ton qala Ulduzla yarışsın Səmənin nazlı gəlin İncə belində kəmər Baharın elçisidir Bəzəylin əlbəkilər Səmənin nazlı gəlin İncə belində kəmər Baharın elçisidir Bəzəylin əlbəkilər Yurdumuza yaz gəlir Tez barışsın küsənlər Talih sizə yar olsun Sevilənlər, sevənlər Yurdumuza yaz gəlir Tez barışsın küsənlər Talih sizə yar olsun Sevilənlər, sevənlər Qızlar əlində qına Xonça dizir yan yana Bahar necə yaraşır Azərbaycana Qızlar əlində qına Xonça dizir yan yana Bahar necə yaraşır Azərbaycana Qızlar əlində qına Xonça dizir yan yana Bahar necə yaraşır Azərbaycana Qızlar əlində qına Xonça dizir yan yana Bahar necə yaraşır Azərbaycana Bu günləri yenə də məktəbimizdə xalqımızın ən gözəl bayramlarından biri Novruz bayramı münasibətilə tədbir keçirilir. Bu tədbir münasibətilə, bu bayram münasibətilə bütün müəllim kollektivimi, şagirdlərimi təbrik edirəm. Allah Teala'nın arzumudur ki, elimizə, ovamıza bərəkət gəlsin. Allah eləsin, gələn Novruz bayramında bütün respublikamızda olan tədbirlər Şuşamızda keçirilsin, Qarabağda keçirilsin inşallah. Bir daha bu yeni Novruz bayramı bizim üçün xeyir bərəkət gəlsin, sülh əmin-amanlıq gəlsin. Əvvəlcə hər birinizi Novruz bayramının gəlişi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqı ta qədim dövrlərdən
yaradıb, bugünkü günümüzə gətirib çatdırdığı bir çox adətlər, ənənələr və mərasimlər vardır. Bu adətlər, ənənələr və mərasimlər bir çox dünya xalqlarının milli mədəniyyətində özünə məxsus yer tutur. Bizim adətlərimiz özünə məxsusluğu ilə seçilir. Və biz bugün də istəyirik ki, həmin adətləri, ənənələri davamlı surətdə gələcək nəsillərə çatdıraq. Bu mərasimlərdən biri, bəlkə də ən birincisi Novruz bayramıdır. Novruz təbiətə, insana, torpağa məhəbbət bayramıdır. Novruz baharın gəlişini, təbiətin uyanışını bizə xəbər verən bir bayramdır. Xalqımız müəyyən dövrlərdə çətinliklərə baxmayaraq, qadağalara baxmayaraq bu bayramı keçirməyə çalışmışdır. Bugün biz müstəqillik dövründə yaşayırıq və bayramı istədiyimiz formada, istədiyimiz şəkildə keçiririk. Bayramla əlaqədar hal-hazırda respublikamızda bir çox bayram tədbirləri həyata keçirilir. Bizim məktəbimiz də bu sıraya qoşulur. Yəni, bugün bizim məktəbimizdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilir. Biz həmin bu tədbiri istəyirik ki, bizdən sonra gələcək nəsillər də ürəklə, təmtəraqla keçirsinlər. Sevindirici haldır ki, Novruz bayramı ilə bağlı, bahar bayramı ilə əlaqədar bir çox işlər həyata keçirilir. Eyni zamanda bayramla bağlı, bayramın mənşəyi ilə bağlı, tarixi ilə bağlı elmi əsərlər, publisistik əsərlər yazılır. Eyni zamanda bayramla bağlı bədii əsər nümunələrinə də biz rast gəlirik. Sevindirici haldır ki, 2008-ci ildə Bahar Bayramı Ensiklopediyası çap edilmişdir. Bu, bizim xalqımıza, Azərbaycan xalqına böyük bir töhfədir. Biz müəllimlərin borcu ondan ibarətdir ki, gələcək nəsli həm müasirliklə öyrədək, həm də milli adət-ənənələrə bağlı. Əgər buna nail ola bilsək, qarşımızda milli düşüncəli, milli ruhlu gənclər olacaqdır. Bir daha bayramımızı təbrik edirəm. Sizə ömür boyu bitməyəcək bahar sevinci arzulayıram. İlk səs sözü məktəbimizin direktoru, çox hörmətli Mir İsmail müəllimə verirəm. Hörmətli müəllimlər, hörmətli şagirdlər, hörmətli valideynlər, bu günlər xalqımızın ən gözəl, min illər tarixindən süzülmüş bir bayramımızı qeyd edilir. Elə bir bayramı qeyd edilir ki, vaxtilə inşallah bu bayramı illərlə bizə qadağan edilir. 1968-ci ildə ilk dəfə olaraq bu bayramı dövlət səviyyəsindən keçirməyə cəhd göstərən İşğali Qurbanov adını çəkməsə, Allah bizi bağışlamaz. Bəli, ilk dəfə olaraq 1968-ci ildə İşğali Qurbanov istədik bu bayramı dövlət səviyyəsində keçirsin və ona az da olsa nail olur. Amma bu bayramın keçirilməsi bizim ülü öndərimiz əsrlərlə, hər əsrdə, hər bir xalqa bəxş edən bir böyük qəhrəman deyim, necə deyim ki, hər bir xalqa bir nəfər, iki nəfər elə ki, şəxsiyyət nəsib olur. Elə ki, şəxsiyyətlər çox bizim ülü öndərimiz Heydər Əliyev cənabları oldu ki, 1969-cu ildə hakimiyyətə gələndən sonra həm Azərbaycan dilini, həm də bizim milli bayramlarımızı nədir, həmin Sovet İmperiyası dövründə yaşatmağa başladı. Ən nəhayət 1991-ci ildən sonra, yəni 1993-ci ildən sonra biz bu bayramımızı çox böyük müstəhlə, qorxusuz, ürküsüz keçirdə bilirik. Bu bayram, Novruz bayramı ta bizim babamız, dədəmiz deyək ki, Peyğəmbər Zərdüştdən qalmış bir bizə mirasdır. Qardaşlar, ya İslam dövründən də əvvəl bu bayramımız nədir, mövcud olmuşdur. Yəni bu, həqiqətən Şimal yarımkürəsində uşaqlar, Şimal yarımkürəsində yoldaşlar, bu bayramın həqiqətən mövsüm dəyişir, yeni il qəbul edilir. Amma əslə qalanda yeni il 21 Martda başlayır. Ona görə ki, bütün canlı təbiət canlanır, təzələnir.
bütün insanlar bu bayramı çok səmimi qəlblə yenə qəbul edirlər. Özəlliklə Novruz sözün mənası da yəni yeni gün deməkdir. Yəni baş məsələ sözü yeni gün deməkdir. Bütün şimalda yaşayan Azərbaycanlı, Özbəkistan, Qırğızistan, Türkmenistan, Tacikistan, İran, bütün şərq ölkələri bu xalq bayramını, bu yeni il bayramını keçirirlər. Məhz bu yeni il bayramı münasibətilə sizi hamınızı təbrik edirəm. Geçən illərdə bizim çox böyük uğurlarımız oldu. Yəni 5 nəfər şagirdimiz ali məktəblərə daxil oldu. İndi də Allahdan arzumuzdur ki, bu Novruz bayramı da bizə düşərli olsun. Bizim 11-ci siniflərimiz bizim başımızı uzatsın. Yenidən keçənki bizim nailiyyətlər təkrar olunsun. Sonra başqa bir nailiyyətimiz ondan ibarət oldu ki, demək, bu illəri rayon üzrə birinci yeri tutan orijinali Miriye artıq zonallıya olimpiyadada iştirak edib. Bu da bizim məktəbimizin böyük nailiyyətlərindən biridir. İnşallah ehtimal var ki, Respublika üzrə olimpiyadada iştirak edəsin. İndi gözləyirik nəticəni. Yəni bu yeni il, yeni Novruz bizə yeni bir şad xəbər inşallah başlayacaq. Allah'ın izniyle. Bir daha sizi təbrik edirəm. Allah'tan bir daha arzumdur ki, gələn il Novruz bayramı Şuşamızda, gözəl Qarabağımızda keçirilsin. Bir daha sizə can sağlığı, uzun ömür, xoşbəxtlik, dərslərinizdən mağazətlər olsun. İndi də sözünüzü verilir, məktəbimizin Ağsaqqalı, bütün müstəqbələri təhsildə nailiyyətlər göstərən Həsən Əbəli. Əziz şagirdlər, hörmətli müəllimlər, hamınızı Novruz bayramı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram. Aparıcı gəlmələrdən biri Gəlecək müəllimi Röşən müəllimi sözüdür. Mən bizlə məmnun bütün şairlərdən məmnun. İlaxır çəkəndə və qarşımda gələn Novruz bayram münasibətilə ödəkdən təbrik edirəm. Yeni bayram boyu bizə hamımıza bir şair olsun. Uşaqlarımız bunları bizi sevindirsin. Yəni, qarşıda yaxşı nəticələri, uşaqlarla bir yerdə yaxşı nəticələri imza edək. Və bir daha hamımız bayramı ödəkdən təbrik edirəm. Hamıya uğurlar arzulayıram. Məktəbimizin direktor Mağlubi Camaşıq müəllimi. Mən də İlk də söz vermək istəyirəm, məktəbimizin sinif müəllimidir, məktəbin növbəsi var. İbtidai siniflərdən burada, hər bir İran növbəsi, İbtidai sinifdən burada, növbəsi ölkən var. Bir də söz vermək məktəbin siniflərinin adı var. Bugünkü gündə bölgü bayram münasibətilə hamımızı təbrik edirəm. Yeni arzularla, xoş arzularla hamıya bugünkü bayram hamıya xoş arzularla gətirsin. Və Novruz bayram tüm müsəlmanların əziz bayramlarından biridir. Bu bayram bütün ailə sevin gətirsin, hamıya xoş arzularla hamıya bu bayramlarla təbrik edirəm. Şimdi də çörəyə, çörəkçiyə peşində artır. Bəli, məktəbimizdə rəsm dərsləri, təsviriyyət dərsləri çox qeyri bir gözlə baxılırdı. Həmin o tədrisi gənc müəllimiz Rüstəm müəllim gələndən sonra həmin təsviriyyət sənəti göstərdiyi nailiyyətləri həqiqətən də bütün məktəb bildi ki, bəli, belə bir fən vardır, belə bir fən mövcuddur və onun nailiyyətlərində biz 20 yanvarda gördük. Onun şagirdi bu avzada mübarək 20 yanvara aid çəkdiyi şəkli Necətdən 1000-dən artıqları səs var. İndi də sözü verirəm, istəmirəm. Mənim çox sağ olun. Bizim bir bayramımız, mədəniyyətimizin önemli bayramlarından biridir. Novruz bayramı münasibətilə bütün müəllimləri, şagirdləri təbrik edirəm, bunlar alıyorum. Sağ olun. Baharın müjdəsi, qararmışın müjdəsi, xəbər verir bizlərə, bahar gəlir ellərə. Əvvəlcə hər bir zümrətdən salamlayır, Novruz bayramının gəlişi münasibətilə
Novruz bayramı ta qədimdən bir çox şərq xalqları, o cümlədən Azərbaycan xalqı bu bayramı ən təntənəli bir bayram kimi qeyd edir. Müasir dövrümüzdə biz də bu ənənələrə sadiq qalırıq. İlk isə gəlin sözü məktəbli dostlarımıza verir. Novruz is a national holiday in Azerbaijan. People celebrate Novruz. Spring is here, the flowers, the trees, the birds and the bees. Spring is here, everything is in bloom. The grass is green, the air is clean, the birds are singing a song. Geldi bahar bayramı, ilin güzel bayramı, qanatların xoş olsun, Novruza deyir hamı. Əzizinem yaz gəlsin, bahar gəlsin, bu Novruz bayramında qəm geçsin, sevinç gəlsin, sevgi dolu, nur dolu, Novruzu qarşılayaq, bu bahar, yaz boyu, gül saçsın, parlar. Baharı çox sevirəm, hər tərəf yaşıllaşır, dağlardan gələn sular, sel olur aşır-daşır, qaqan quşlar eyvanda durur öz yuvasını. Çox sevirəm baharı, sərin, saf havasını, göydə ildırım çaxır, dağlar başı sən olur, bahar fəsli gələndə hamı şən olur. Bayramımız zamanı ilə davam etməkdədir. Gəlin bu arada bir səhnəyə tamaşa edək. Salam əziz tamaşaçılar, hər zaman olduğu kimi bugün də Alver verilişi efirdədir. Və hər zaman olduğu kimi bugün də bizim çox böyük bir qonağımız var. Bu qonaq çox böyük insan, çox böyük şəxsiyyət, böyük kişi müəllimdir. Salam böyük kişi müəllim, xoş gəldiniz. Kesin oturduğunuz əylərini təqdim edin. Mən böyük kişi müəllim. 1970-ci ildə Lerik köyün böyük kəndində anadarım. 1975-ci ildə hazırlığa getmişdim. 1976-cı ildə birinci 77-də ikinci sinifə getmişdim. 78-də üçüncü sinifə getmişdim. 79-da dördüncü sinifə. Kifayətdir, böyük kişi müəllim, kifayətdir. Deməli, televizyonda zənginiz var, alo. Sağ ol. Salam özünü təqdim edin. Adım Elvin. Yeni get geyinin. Hardan bilsəndir? Nəysə, sualımızın cavabı 6 qara qoyun 3 ayaq var. Hardasa 21-dir. Təbriklər, nəyi dəyişmək istəyirsiniz? İmkan varsa 50. Çox yaxşı, gəlin stüdyamızda 50'yi dəyişə bilərsiniz. Deməli, bizim baş vaxtımızdır, sponsorlara vaxtımızdır. Bizim baş qonağımız olan kral kalbasalarıdır. Kalbasalar çox halal kalbasalardır. Tərkibində 1 gram da olsun domuz əti yoxdur. Amma qırmızı ətdən eşək at ətindən ola bilər. Deməli, böyük kişi müəllim, gördüyünüz orada deyə bilərsiniz. Siz Alman verdin mən danışıram. Sağ olun. Salam, sualımızın cavabı, bu nə işə gedir? Arağı oxşuyor. Təbriklər, bəs nəyi dəyişmək istəyirsiniz? Qudamı dəyişmir, bez çevir. Çox yaxşı, gəlin stüdyamızda 7-yə birinci quda götürüb gedə bilərsiniz. Deməli, adınız oldu bağışlayın. Hacı Ramil. Hacı adı aralar. Hacı Ramil. Çox yaxşı, gəlin stüdyamızda götürə bilərsiniz qudanı. Böyük kişi mənim, sözünüz var, çox böyük söhbətlər dediniz, çox böyük sözlər dediniz, çox böyük sözlər dediniz. Gələn görüşlərdə görüşənədək, gələn verilişdə yenə görüşənədək. Sözüm var. İnşallah gələn verilişdə gəlib 7-ci sinifada getmişəm, 8-də, 9-da, 10-cu sinifə, detaylı illərdə getmişəm, bunu da deyəcəm. Mən bu qəbul eləmişəm bunları. Təşəkkür edirəm, gələn verilişlərdə görüşənədək. Xəbəri yoxdur ki, şifahi xalq ədəbiyyatının janrlarında biri də yalanlardır. Yalanlara şifahi xalq ədəbiyyatının əksər janrları
yalanlar nağıllarda yer alır və bu yalanlar əyləndirmə funksiyası daşıyır. Hətta təntəqlərin söylədikləri yalanlar da bu məqsədlərə xidmət etmişdir. Yalanların əsas mayası xalq gülüşüdür. Nağıllarda yalanlar xeyirxah məqsədlərə xidmət edir. Yalanların bir funksiyası da qarşı tərəfi inandırmaqdır. Dostlar, görəsən uşaqlar bizi inandıra biləcəklərmi? Atena da hoşuma ki, adamın vaxtı kutu vurulmuş. O çəkdir yaşkətdə, doğru dərmətdə. Desənə, canım, anam məni xoruz yumurtası ilə böyüdü. Bəlkə cücə yumurtası ilə. Babam bir kəmən atdı, ilməsi aya çatdı. Bəlkə güneşə çatdı. Barışqa şolla qalxdı, davazı budur var. Vay, Dəhlət dedilər, ölçünü dəli olmuşsan. Dedi, ağılları dərmini çək. Sən ağılını özü de hesab edirsən. Əlbəttə ki, bir nəfər, bir qarpızdır. Bıçaq döndürüb qarpızı kəsmək istəyir. Bıçaq əldən sürüşüb, qarpızı içinə girir. Hey əl uzadır, bıçağı tapmıyor. Axırda özü qarpızını çəkir. Axtarır, bıçaq tapmıyor. Axırda görür. Çiğnində çox az bir kişi gəlir. İşte ondan soruşur. Nə axtarırsan? O deyir, bıçağı bitir. Kişi deyir ona. Ay rəhmət, neyin oldu? Mən bir gün ötürdüm. 2 gündür bu qarpızın içində tapmıram. Sən bir bıçağı necə tapacaqsan? Bu qapalıdır ki, 3 il bundan qabaq Xalid Müslümanlarla həm bir muhafız alacaq. Təkdə çoğu yolumuzdur. 100 il şifalıda vardır. Nə qədər çalışsam da qampını tapınca bilmədik ki, bilmədik. Gedib 3 ülkücə. Ülkülər aciz verdilər, qampını saldan qopmadı. Gedib bir gündə öküzlərlə bərabər çuvaçısı tapdan üzdük. Nəysə həmin yüzdük. Bu qampından çoxu qəsəbə gəlsək. İlaç eşitdik. Mən elə ki, balqabaq halı əhdim ki, onu bir bunu o qədər uzandı ki, şu çayda vurub çəkdi. Gedib çatdı kəndin, o başlar. Onda elə yeçə balqabağa yetişdi ki, gücün çatmadı səni, tağdan qalıb qalardı. Sən balqabaq mənə demişsən, əlbəttə ki. Keçər. Yağışdan tuta, gülə çıxdı. Maşallah, keçərdəki fərasata bax. İçəyə düzdüyüm, ağzı keçdi. Yabayla, barışdı. Mən sən çaya düzdüm. İçəyə düzdüş baxı. Mən nərdivanla göyə çıxdı. Nərdivanla eləyirdi. Maşallah, gözləyməsin. Nənə, yıkıldı çaya. Suyu daşdı hər yana. Nanaya bax, nanaya. Çarça günlüyündən məhəl bir sandıq sallanmış. Sandıqda nə var idi? Sandıqda qoldur. Xəbərçi yalancı olar, yalancı da xəbər. Sən xəbərçi deyilsən. Gəlin 3-cü sinif şagirdlərimiz bahar sevinclərdə şərik olar. Bağladan rüzgar öptü, Nərgiz bəni düşər öptü. Gəldi bahar bayramı, şənlik etdi el yolu. Günəş öptü səməni, evdə öptü səməni. Qarşıladı samlar sarı qırmızı. Gəldi bahar bayramı, şənlik etdi el yolu. Çürfələr bərbəzəkli, yeşili şirin çürəkli. Nimçalarda yer yemiş, şəkər çörəyi kişmiş. Gəldi bahar bayramı, şənlik etdi el yolu. Qıçıldaşdı güldülər, bəzərdi bağı güllər. Saldı zuğalla alça, yerdən çiçəkdən qalsa. Gəldi bahar bayramı, şənlik etdi el yolu. Səmət səhqa məndə, sən görərəm səni. Sən gələndə yad olur, avad olur. Səməti can səməni, görərlər səni. Səndən məndən verən, damara qaç verən. Ahar sular aşır taşır, dağ bərələr yaşınlaşır. Sevincimizdən həddən aşır ay uçarlar. Quş bahar gəlir, dağda çulan çalır üstə.
əvvəl görüşümüzə gələn dostlarımız bu il də bizi unutmayıblar. Gəlin onları bir nəğmə ilə qarşılayaq. Şirin kösamızdır. İçi gözünün nuru kösa, başının tacı kösa, ürəyinin şah damarını aldı sənə. Sənə gələn qarpara gəlsin mənə. Axı mən sənin fanatınam, sənin şəkillərini yığıram, evimin divarlarını asıram. Axşam sənə baxa-baxa mən baxarım. Başqa gələnlərdə xəbərimiz yoxdur. Yox, ürəyində üzü bir onda dudaqlarınızı sıraya mən də dərdimi inci kimi sapadım. Mənim toyuğum ağ idi, qonaqlarım yağ idi. Dünəm bu vaxtlar sağ idi, yanarsan toyuq tutar, oxlanarsan toyuq tutar. Necə ki mən yanıram, sən yanarsan toyuq tutar. Sənin toyuğun havada, ətli qısarın havada, yanarsan toyuq tutar, oxlanarsan toyuq tutar. Necə ki kursa yanır, sən də yanarsan toyuq tutar. Sənin toyuğun ballar idi, nənə onu dağlar idi. Yanarsan toyuq tutar, oxlanarsan toyuq tutar. Necə ki kosa yanır, sən də yanarsan toyuq tutar. Ağ toyuğun o idi, yumruklarında toy idi. Varın, dövlətin o idi. Yanarsan toyuq tutar, oxlanarsan toyuq tutar. Necə ki mən yanıram, sən yanarsan toyuq tutar. Bu dərd səni öldürər, bu dərd səni yandırar. Düşmanlarını üstünə güldürər, ay güldürər. Başın sağ olsun gözəm, canın sağ olsun gözəm. Aşın üzüm bez qısa, şəfansız ölməz gözəm. Dostlar, bizim gecələr ağlı, gecələr. Yollardan düşəcək ağlam, satarım. Bir üzü geyəcək, hardan taparam.
dillerinden, o qara tellerinden, her qayzin verseydi keçer, öperdim tellerinden. Dudaqlarda kimlər gəzər, ayaqları daşlar ədər. Mən sizlərə neyləmişəm, sözləriniz məni yazır. Bazarda qurma, Allah'ım sataram, uzaqda qırma, gəllər taparam. Haray acı dillerinden, o qara tellerinden, her cah izin verseydi keçer, öperdim tellerinden. Bu illərdən keçər gəzər, ətrafını dostlar basar. Mən sizlərə neyləmişəm, sözləriniz məni yazır. Bahçadan, buludardan satarım, bir ucarını haradan satarım. Haray acı dillerinden, o qara tellerinden, her gün izin versən keçələ, öperdim. Aman kösal, duymadan. Mən bu dağın keçəliyəm, həm keçələm, həm də qazam. Bak keçələm, həm keçələm. Aman kösal. Yaxşı, yaxşı, uşaqlar, gəlin qanınızı qaraltın. Keçər, keçər, daz keçər, dişləri nasaz keçər, keçər mindi danaya, sürdü divanxanaya. Divanxana bağlıdır, keçəli başı yağlıdır. Keçəlin xundu başı, eşşəyin mindi başı. Bu yanda dava düşdü, bu yanda sındı başı. Çoban gedib meşkinə, vədə verir 5 günə. Çobanı öldürdülər, atlar zibil yeşiyinə. Azanı ay azanı, doldur gəsil qazanı, payını atır verir yola sarı. Əziz məktəbli dostlar, şənliyiniz davam etməkdədir. Sevin ey çöl, ey orman, artıq dəyişdi zaman. Yox oldu qış, vuran qar, qonaq gəldi şənbahar. İndi isə sözü 4-cü sinif şagirdlərlə verəcək. Yollar alğan bayanlar, evləri arzu yağar, gölərə sevin tutub bayram akşamlarında. Nəğmə alar dalğalar qış dönüb olar bahar, göylərdə məhəbbət yağar bayram akşamlarında. Allah yağdı, dağlar baxır, burada sevlər, yenə görür Allah kimi. Sahildə hösür, yaşı gelib dağlanan yenə bizim yerlər. Quşlar gəlib bunlar, yuva olur haqdır. Bəzənki bu yamandır, qırqıqlar tutardır. Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir, bir əlində boşçası, açıq gülün ölkəsi, bülbülə avaz gəlir. Novruz gəlir, yaz gəlir, kosa sən də gəlsənə, gəlir salam versənə, o turbanı ver görək, yumurtalar rəng verək, hər biri can dərmanı, ver doldurar turbanı, Novruza bax, yaza bax, o əriyən buza bax, sırlar axışır, haşır, çöllər durur, yan yaşır, ot bitir, yerlik bitir, keçər başar. Günəş duyur, baharı,
Alkış gelsin. Bravo. Salam hayır. Fevkalade Allah'a zəngələr. Hayır. O manada demirəm hayır. Öz çörək havasını itirmişəm hayır. Çörək nə ilə qazanır? Ay ki. Eşyayım hayır. Ay ki. Gel. Bir saatdən sonra gələrsən, bir də yadında saxla ki, qonaq əli boş gəlməz. Başa düşdün. Oldu reis. Yaxşı. Sağ ol. Az qapıdan mı sonra gəlir. Ay qadan alım hayır. Olsun. Ne dersin hayır? Allah bu şey yüzüne reis. Bayrak sayı eylesin reis. Bayaqdan bunu elədən. Bəs eşyəyin əlamətlərini bilirsən, yoxsa yox? Reis, ne yalan deyim, bu eşyayın içi mahvoldadır bu eşyayın. 2013'ün bırakılışıdır ha reis. Bu sənə dediyin qolunba gibi, yoxsa eşya? Reis, kamurbacı çıkmadığı yerlerde bu şırlar atılsın ha reis. Heç olmasa şəkili var. Reis, Instagram'da bulmuştum, size gösterim ha reis. Bu da zayıf çıxdı. Kimdən şübhələnirsən yaxşı? Reis, şüpheləndiğim üç nəfərdir. Kimdir o? Biri canavar, biri çakkal, biri de Hacı Murad ha reis. Hacı Muradın nömrəsini ver bura. Ver bura. Yazırsan ha reis. Biri yumru, biri beş. Əndən sallı səni bir ver bura. Yazmadı reis. Alo. Alo. Hacı sənsən. Gəlirsən yoxsa yox? Sən bu kişinin eşəyə niyə uğramısan, hə? Hayır, bu qulunu da qulu tanımırsan. Gəlirsən, hə? Yaxşı, gözləyirəm, ha? Tez ol, gəl. Gəlsin. Sırtdan geleceğim. Sola uçtu, ay dur. Ay Hacı Murad. Aleyküm salam. Yaxşı. Sən bu kişinin eşyəyə niyə uğramısan, ay rəis? Bayaq sualımıza da cavab verir. Var reis. Dayan. Bak. Acıyım var. Sen gittiğinde tarafa. Acı var. Acı adam. Acı var. Acı elə işlərlə başlayır olmuyor. Sən özün bilirsən, acı içmir, acı feyzə girmir, acı çəkmir, acı uğurluqla işi yoxdur. Sadəcə bu kişinin eşyayını sürüb aparmışam. Astagfirullah, astagfirullah, uğurlamamışam. Aparım minbərəkən, halal leybat kalmasasına 100 manata satmışam. Astagfirullah, uğurlamamışam. Sürüb aparmışam. İndi də, reis, söhbət deyək. Acaba bu qazandığın 100'lüdən yenə 50 ver, sənin işindir. Babam olsun, mənim də işim. Astagfirullah, hacı rüşvət vermir. Hacı ora, rüşvət ora, hacı rüşvət vermir. İstərsən sənə bir dənə günorta pulu verə bilərəm, amma hacı rüşvətlə orası boş verir. Buna da var. Qoyduğum qədər günorta Sağ ol, edəcək. yaxşı, sən get. Gedəcək onun eşeğiyle, eşeğinin kuyruğu ile ayakları hayatında listede gel bakalım. Tamam. Ay demişim, bak, sənin eşyəyini valla canavar yiyir. Bu kişi öz gözləriyle görür. Onun həyatındadır kuyruğunun ayaqları. Bütün kənd bilir bunu. Amma sən inanmırsan da gidip baxa bilərsən. Başa düşsən deyil. Oldu reis. Yaxşı, sağ ol. Sağ ol reis. Açdı yaşıl bir süfrə, şənlik çöktü çöllərə, göyərmiş göy səməni, səsi basıb ölkəni, gəlib bir ikinci sinif şagirdlərdə söz verək. Sensiz dolu
açan günləri, tətil saçan günləri. Bahar oldu, açaram, qar buramdan qaçaram. Başqa güllər açaram, mən düşüb uçaram. Səhər erkən açaram, qar burandan qaçaram. Ətrim tutar fəryadım, mənim kimi cühanı. Ağ atlasdan durur var, gümüş kimi parıldar. Mən də gözəl çiçəyəm, dokunma, altı və altı verir. Mən bağlar uydum, bağlar uydum, rəngi ağaçları ağaçları. Sizi açan günləri, tətil saçan günləri. Biz insanlar arzularla yaşayır. Arzularımız sözsüz ki müxtəlifdir, bir-birindən fərqlidir. Gəlin görək qəhrəmanlarımız hansı arzularla yaşayırlar. Yani ki haberiniz var. Bu akşam, yani ki haberiniz var. Bu akşam bayram akşamı. Kim yüreğinde arzu tutulsa, onun arzusu Çin olur. Çin, evet, Cahil danışma. Nə mən görmüşsən, nə mən tanırım. Dünyadan bir xəbər. Amma mən belə düşünürəm. Kim sənin varlığın? Ha, sınırdan mı beləsin? Necə günlərdir ki, mənim balaca ürəyimdə bir arzu pas atıb yatır. Əgər dediyin doğrudursa, mən də mütləq bu gecə baxıb sözəm. Laf var, mənim məcbur fikirlərə qalır. Həmin balaca ürəyindəki o böyük arzu görəsən nədir? Əşi, heç, elə böyük şey deyil. Bir söz idi, ağzından fırtlayır. Dilim olasan, dilim. Başıma bəla olsun da. Bu arzuları görək bizlər. Bu arzuları görək bizlər. Yaxşı. Siz əl çəkən deyilsiniz. Qırsaqsız olub yapışmışsınız yaxamdan. Gecə gündüz, axşam səhər. Ac qarnına, tox qarnına. Elə hey, Allaha yalvarıram ki, bu arzuma çatır. Günahlarınız məndə olsun, arzumu deyil. Mənim arzum budur ki, bu dünyada, bu kainatda nə qədər zərrə varsa, bir o qədər pulum, param, varım, dövlətim, mülküm, hər şeyim. Əsas da dollarım olsun. Axı dollar indi dünyada eşək oynadır. İstahan yaxşıdır, ağır istəyir dədir. Maşallah, mənim səndən nəyim var? Qaş məndə, göz məndə, şirin söz də var. Mən də bugün qalxmışam, göz başıma nələr gəlir. Nə gələcək dost başıma? Almaqda gəlsə, tut gələcək, saç gələcək. Anam verdə, qoy asayım, yürürməmiş qaş kimi salmışam üçün ortalığı. Ha, harada qalmışdıq? Volkanın dibində. Zarafat edirəm. Mənim arzum, şok. Gecələməmişdim. Başıma tüzək bilmişdim. Böyle hiç arzulayıram ki, Rosanın bütün arzuları həyata geçsin. Bu mənimlə dollarlarım. Mən başımı giyindirəm. Boğazında var, yaxşı şeydir. Bəs kəndi, sənin heç arzun yoxdur. Mən sizin kimi ac göz, tamakar deyiləm. Amma ac gözlərin, tamakarların qənimiyəm, düşməniyəm. İndiki siz belə arzulayırsınız. Bunda mən də arzulayıram ki, əvvəldə siz inşallah arzularına tutasınız. Ancaq elə haman gün ikiniz də inşallah öləsiniz. Varisinizdən mən olun. İnşallah. Ha, ne dedim, yüreğim kurban. Bayramınız mübarek olsun.
bayramı. Qədəmlərin xoş olsun, Novruza deyir hamı. Bir daha Azərbaycan xalqının Novruz bayramı mübarək olsun. Bahar elimizə, uvamıza əminamanlı, ruzi bərəkət gətirsin. Arzu edək ki, növbəti Novruz bayramını torpaqları düşmən işğalından azad edilmiş Azərbaycanda keçirərik. Bayramın mübarək olsun, onlar yurdu Azərbaycan. Azərbaycana, sevənilər hər evdə düzülübdü yan-yana. Deyib gülüb şəllənək, aləm sevinclə dolsun, bu bayram gecəsində hər arzumuz çin olsun. Deyib gülüb şəllənək, aləm sevinclə dolsun, bu bayram gecəsində hər arzumuz çin olsun. Gəlin dostlar, gəlin yandır axşamı, dövrə vuraq şənlik eyləsin hamı. Çox yaraşır yurdumuza, elimizə bahar bayramı.
eller, seyrə çıxır əl-ələ. Hər tərəf əlvan geyir, naz eyləyir gül-gülə. Sevənlər, sevilərlər, seyrə çıxır əl-ələ. Deyib gülüb şəllənək, aləm sevinclə dolsun. Bu bayram gecəsində hər arzumuz çin olsun. Deyib gülüb şəllənək, aləm sevinclə dolsun. Bu bayram gecəsində